Salamlar uşaqlar hər birinizə. Bugün güvən nəşrləri 11-ci, yəni 3-cü sınavımızı izah edəcəm. İlk 6 sual dinləməkdir. O heç 7-ci sualdan başlayıram. Bir dəqiqə qələmi götürüm. Aha. Possessive case və yaxud da genitive case iki adı var bilirik. İsmin yəli halı deməkdir. İsmin yəli halı apostrofes ismə qoşulmalıdır və özündən sonra ya birbaşa isim ya da sifət isim gəlməlidir. Görürük ki, A variantında apostrofes ismə qoşulub, burada da ismə qoşulub. Amma biz bilirik ki, ayrı-ayrılıqda qoşulduqda buradakı isim də cəmlənməli idi və isim cəmlənib deyə xəbər də cəmlənməli idi. Yəni atanın da ayrı otağı varsa oğlunda, deməli bu otaq nədir? Cəmdir. Burada amma ismi cəmləməyib, nə də xəbəri cəmləməyib, məlum məsələ. B variantı düzgün ola bilər. Soyaddan qarşısına Z artiklı qoyanda soyad cəmlənirdi, cəmin yəli olurdu. B düzgündür. C variantında women's ifadəsi yoxdur. Çünki women özü cəmdir zaten, sonuna s qoyula bilməz. D-də apostrofes ismə qoşulub, amma özündən sonra verb gəlib. Bu artıq yəli hesab olunmur. Həzdir burada gizlənən, indiki bitmişin həzi. Həz. Sonra buradakı Z artiklı soyadın qarşısına gəlib, soyadı cəmləyib, yəliyə salmayıb. Yəni bu Y variantının düzgün forması B-dəki kimidir. Yəni soyadın qarşısına Z artiklı gələndə soyad cəmlənib, cəmin yəli olmalıdır. B variantı düzgündür. Düzgün variantı istəyir yenə də. Birincidə 3 deməkdir. 3-ün tələbi ilə week cəmlənib, cəmin yəli təkcə apostrofdur. 3 həftəlik tətil birinci doğrudur. 2-də E yazıb, D-yi cəmləyib, yanlışdır. 2 yazıb, year cəmləyib, experience təcrübə qalıb, 1-3-ü seçdim. 1-3 seçmişəm. 4-də 5 yazıb, hour sözünü cəmləməyib, səhvdir ona görə. 5-də də 1 yazıb, months təkdə qalıb, bu da düzgündür. Deməli 1-3-5 düzgün cavab D variantıdır. Cəmdə olan isimlər istəyir. A variantı ilə birbaşa düzdür. Kökündən dəyişib cəmlənib, kökündən dəyişib cəmlənib. Sonu S-lə bitən cəm isimlərə aiddir. Burada book təkdədir, information təkdədir. Daha sonra aktres qoşa S-lə bitib təkdədir. Bunlar hər ikisi təki cəmi eyni olandı. Yəni cəm kimi düşünülə bilərdi, amma aktres işi görürədi burada. News da sonu S-lə bitib tək isimdir. Yəni A variantı doğrudur. Mürəkkəb isimlərin cərgəsini istəyir. Afternoon collaboration şın şəkilçisi var, çıxdı. Participant şəkilçisi var, çıxdı. Personality şəkilçisi iləndir, getdi. Reader R şəkilçisi var, getdi. Backpack, playlist. Backpack, bu da playlist. İki sözün birləşməsidir, Y variantıdır. Sonra 11-də sayıla bilməyən isimləri istəyir bizdən. Deməli, example nümunə sayılar, niyə sayılmasın? Goal, məqsəd, fridge soyuducu, hər ikisi sayılır. Date sayılar. Lockla to space sayılmır. Yəni, bizdən sayılmayanlar istəyir. Hə, C-ni götürürəm. C-də də bu, C-dir. A variantda karavan sayılır. Karavan bildiyimizdə bu karavan bizlərdə də elə işlənir. Düzəltmə isimləri istəyir. Teamwork mürəkkəbdir. Sonra website mürəkkəbdir. Çıxa bildiklərimi çıxıram. Düzəltmələr nə idi? Derivativ nədir? Düzəltməkdir. Containerlə beginning düzdür. C variantlı atlas sadədir. Vegetable sadədir. Yəni, deməli, D variantı doğru cavabımızdır. İsimlərin cərgəsini istəyir. Comfortable-da able şəkilçisi var, sifətin şəkilçisidir. Sonra Y variantı curious, o sifətin şəkilçisidir. Daha sonra healthy, burada Y sifət düzəldib. Çünki onun isim forması healthy, bu sağlamlıqdır. Bunu artırdı, artıq sağlam, necə sifətə çevrildi. Bu da çıxdı. Bir dəqiqə buralar biraz silim. Daha sonra bu variantında loose boş deməkdir. Məsələn, bir şey tight, dar deməkdir, tight. Loose isə boş deməkdir. Bu da çıxdı, B variantda çıxdı. Düzgün cavab D variantıdır. Gift hədiyyədir. Memory deyə yaddaş, xatirə, hafizə deməkdir. Yəni D variantı doğru cavabımızdır. Singular təkdə olan isimləri istəyir bizdən. Cattle-dir və goods-dur. Bunlar cəm olduğuna görə yerdə qalır 1-4. Cavab B variantı. Daha sonra davam edirik nəydən? Advice sayılmayan isimdir. Yəni bütün variantlarda advice var. Sayılmayan isim artiklından, eyan artiklından işlənməz, cəmlənməz. Və buradakı C variantında yanlış olmağın səbəbi kəmiyyət belə hissə bildirən ifadələr təkdə olanda, yəni pis yazmısansa E yazmalısan. C variantı ona görə yanlışdır. Y variantımız doğru cavabdır. Deməli, blue dress she wore yesterday was beautiful. She wants to buy a green one. Burada ikinci tərəfdə one sayıla bilən tək isim D article olacaq. Və onun dünən geyinmiş olduğu mavi geyim. Onun dünən geyinmiş oldu. Artıq bizə məlum oldu ki, hansı mavi geyimdən söhbət gedir. Ona görə bura Z-dir. Buradakı E olacaq. A green one. Yaşıl yeni birini almaq istəyir. C variantı doğru cavabdır. Birinci tərəfdə məlumluq var idi.
Mostla bağlı məqam nə idi? Mostdan sonra yalnız sifət olanda sifətin üstünlük dərəcəsi olurdu və Z artiklı işlənirdi. Amma burada birds isim olduğuna görə Z-nin işlənmək üçün səbəb yoxdur. E artiklı da işlənməz. Yəni niyə işlənsin ki? Birds cəmdədir zaten, ümumiyyətlə yeri yoxdur. Boşluqlarından qalmışam. Bəli, ikinci tərəfdə mostdan sonra powerful gəlib. Yəni sifət gəlib, sifətin üstünlük dərəcəsidir. İkinci tərəfdə Z artiklı işlənəcək. Y variantı düzgündür. Birinci boşluq, ikinci Z. Sonra səhralar bilirik ki, uşaqlar Z artiklı ilə işlənir. Deməli Z-ni yazırıq. Dəqiqə xətti biraz aşağıdan çəkdim. Hə. World da dünya Z artiklından işlənən ifadədir. Niyə görə? Tək olan varlıq kimi götürürük biz bunu. Yəni həmişə Z ilə işlənən ZZ düzgün cavab A variantıdır. A building where people go to worship. Worship ibadətdir. İbadətə getdiyimiz yer məbəd olar hər halda A variantı. Yəni ibadət olunan yerlər məsciddir, kilsədir, məbəddir, temple məbəddir, kilsə churchdur. Və bir də ki, mosque da məsciddir. Sonra greeting author. Author nə idi? Müəllif idi. Writer of the book. 3-ə A gedəcək. 3-ə A gedirsə qalır bu variantlar. Flexibility. Flexibility cəldlik deməkdir. Yəni bir şeyə tez uyum sağlamaqda. Məsələn, ability to change easily according to situation. Situasiyaya görə tez dəyişmə bacarığı, asanlıqla dəyişmə. Deməli C də 1-ə getdi. Greeting də salamlama deməkdir. Welcome-dan zaten sinonimliyi var orada. B variantda getdi. C, B, A düzgün cavabımız hansına düşdü? C variantına düşdü. Sonra sinonimlər cütlüyünü istəyir. Baxaq. İnformasiya və data. İkisi də informasiya, məlumat, data, məlumat ikisi də eynidir. Sinonimdir. D variantı düzgündür. Opposite meaning əks mənalarını istəyir bizdən. Introduction giriş müqəddimə mənalarındadır. Prezentasiyadır, debutdur. Bunlar sinonim getməz. Əksinə bizə yekun bir şey lazımdır. O da 2 ilə 3 olacaq. Yekun 2, 3 A variantı. Yenə də şeydir, opposite meaning, əks mənasını istəyir. Introduction giriş, bizə çıxış lazımdır. Conclusion və ending 2, 3 düzgün cavabdır. Daha sonra Masai people-la bağlıdır. İstəyirsə birlikdə oxuyub tərcümə edə bilərik. Masai people live in Kenya and Tanzania in East Africa. Deyir ki, Masai xalqı Kenyada və Tanzaniyada yaşayır, Şərqi Afrikada. Onlar deyir öz hündür görünüşlərinə, rəngli paltarlarına və güclü adətlərinə görə məşhurdular. Onlar Enkangs adlanan kiçik nəylərdə yaşayırlar, qəsəbələrdə yaşayırlar, hansı ki circular shape, dairəvi formada tikilirdi və neyinirdi? Palçıqdan, otdan falan tikilirdi. Deyir, torpaq açıqdır və qurudur, amma Masailər deyir ki, ətraf mühiti əsrlərlə neyində burada sağ qalmağı bacarıblar, survive sağ qalmaqdır. Cattle are heart of Masai culture. Cattle malqara deyir Masai mədəniyyətinin ürəyidir, qəlbidir, yəni əsasıdır. Onlar deyir geniş inəklər saxlayırlar, süddən, nə bilim ətdir, dərilərindən istifadə edirlər. Cattle malqaralar həmçinin ticarətdə istifadə olunur və zənginliyin və statusun simvolu kimi istifadə olunur. Masailər deyir öz neynirlər, təmiz ot tapmaq üçün, su tapmaq üçün şeydirlər, gəzirlər. Öz malqaralarından neynirlər, həmçinin keçi və qoyun da saxlayırlar, yəni malqaradan başqa. Ozu, baxmayaraq ki, müasir məktəblər və şəhərlər mövcuddur. Many Masai continuous traditional lifestyle. Əksər Masailər deyir öz ənənəvi həyat tərzinə davam edirlər və şuka adlanan paltar geyinirlər. Masailər preserve müdafiə edirlər öz adətlərini, seremonilərini və danslarını. Məşhur bir deyir jumping dans var. Onlar da yəni atdan rəqs edirlər, jumping dansları var. Harada ki, gənc kişilər öz güclərini və bacarıqlarını göstərirlər. Bu seremoniyalar deyir ki, vacib həyatda vacib nəyləri, stage səhnələri mark edir. Mark işarələmək deməkdir. Such as becoming a warrior, getting married, evlənmə və evlənməni məsələn göstərən vacib bir şeylərdən. Onlar yəni o seremoniyalarda hər halda rəqs edirlər. Dünya dəyişməyinə baxmayaraq Masailər öz mədəniyyətlərini qürurla qoruyurlar və vizitorlarla, yəni ora səfər edənlərlə, dünyanın hər yerinə ora səfər edənlərlə bölüşürlər. Deməli, mətn bizə nədən danışdı? Masai xalqı haqqında danışdı. Kenyadakı müasir məktəblər yox, müxtəlif rəqslər yox. Masai xalqının adətləri və lifestyle B variantı düzgün gəlir. D-da nə deyir? Tanzaniyanın tarixi, ticarətdəki tarixi, bu da səhvdir. Şərqi Afrikadakı heyvanlar, bu da yanlışdır.
İkincidə nə deyir? What's the main role of cattle in Maasai culture? Əsas cattle-ın, malqaranın əsas rolu nə idi? Deyir o wealth-nin və zənginliyin və statusun nə idi? Simvolu idi. Baxaq belə bir variant harda var? Bir dəqiqə. Deyəsən belə bir fikir yoxdur. Səhv tapdım mən. Bir dəqiqə gözləyin uşaqlar. Rol, cattle, malqaranın rolu. Rol istədi də bizdən, hə? Həmçinin ticarətdə istifadə olunmağını da deyib bu hissədə fikir verin. Bir dəqiqə işarəliyim. Ticarətdə istifadə. Cattle are also used in trade. Belə bir fikir varmı? Trade-də istifadə olunur. Aha, var. C variantı, bəli. Elə C onun ümumiləşmiş versiyası da, indi gözüm sataşdı. Ərzaqda, ticarətdə və zənginlik, yəni mənbəyi idi. Sonra 25-də, yəni C-ni seçdim burada. 25-də Maasailər yalnız ət yeyirdilər. Belə bir fikir var idimi? Səhv eləmirəmsə B variantı tamamilə düzgün gəlir. Bizdən də nə istəyib? Correct istəyib, hə. Preserve their traditions through ceremonies and dances. Deyir, öz ədət-ənənələrini qoruyublar. Bəli, bu da doğrudur. Sonra 26-da mətnin əsasən hansı doğrudur? Live only in modern towns and cities. Deyir, yalnız müasir şəhərlərdə yaşayırlar, səhvdir. Sportdur, deyir, turistlər üçün. Belə bir fikir deməmişdi bizə ki, jumping dansları turistlər üçün sportdur. Heç vaxt deyir, bir yerdən ikinci yerə köçmürlər. Bu da yanlışdır. Daşdan və metaldan hazırlanıb, bu da səhvdir. Çünki paltarlar, daha doğrusu paltarlar yox, evlər nədən hazırlanır? Daş, metal deməmişdi də, yəni orada mən səhv, palçıq idi, stick idi və grass idi. Y variantında qırmızı paltarları şuka adlanır. Bir dəqiqə, o paltarla hissəsi hardaydı? Buraları mən yazıq eləmişəm. Red clothing called şuka. Bəli, doğru fikirdir. Y variantını seçdim burada. Qələmi götürüm, yeni yazım bura. Sonra 27-də to have something at the same time as somebody else. Bir şeyi başqa bir kəslə eyni vaxtda sahiblənmək. 3-cü paraqrafdan nə ən yaxşı sinonim istəyir? Bir dəqiqə, uşaqlar. Nədir? Bir kəslə eyni anda. Culture, mədəniyyət ola bilər bir kəslə. Başqa bir kəslə eyni anda şeyləmək, bölüşmək. Bəli, mədəniyyətdir də, mədəniyyət ola bilər hər halda ki, eyni anda başqası ilə bölüşürük. Adət-ənənə, mədəniyyət, tradition. Having something at the same time as somebody else. Mədəniyyət. Mədəniyyətdən çox adət-ənənə kimi, tradition kimi gedər. Bəli, burada tradition olacaq cavab. Təkdə də yaza bilərsiniz. Tradition. Sonra 28-də power, güc sözünü sinonimini istəyir. Paragraf 3-dən power, bir də strength. Daha baxın bu söz. İstəyirsə başqa bir rənglə işarə edeyim. Strength sözü. Bu söz onun sinonimidir. The land is open and dry. Deyir ki, torpaq, deyir, açıq və quruydu. Bu fikir görək harda var? Bir dəqiqə mən buraları silim. Torpaq, deyir, açıq və quruydu. Gedək bunu mətndən tapaq bu fikri. Torpaq açıq və quruydu. Belə bir fikir var idi mətndə. Amma itirdim hardaydı. Baxın. Land is open and dry. Bir dəqiqə işarəliyim. Batın yerinə however qoya bilərik. Amma baxmayaraq. However, baxmayaraq. Maasailər öyrənirdilər survive in this environment for centuries. Century əsrlərin yerinə years yaza bilərik. Düzdür, tam olaraq sinonim getməsə də, yəni əsrlər boyunca, illər boyunca gedə bilər. Survive sağ qalmaqdır. Məsələn, sağ qalmaq necə deyə bilər? Have learned to live, yaşamaq yaza bilərik. Live, baxın, 3 sözü artıq dəyişdim mən. Yaşamağı bacarıblar, yəni sağ qalmağı bacarıblar. Belə bu 3 sözü dəyişdim, 2 söz kifayət idi. Why is it important for people to protect their culture and tradition? Nə üçün insanlar üçün öz adət-ənənələrini qorumaq vacibdir? Bunun da S-dir. Mən bunu fikrini ifadə edə bilməyəcəm.